Salam əziz və dəyərli izləyicilərimiz. Ərşin Ahı verilişində xoş gördük sizləri. Keçən illərdə olduğu kimi, bu ildə Ərşin Ahı verilişində klassik ədəbiyyatımızda Əhl-i Beytin tərənnüm olunmasından danışacağıq. Əlbəttə ki, dəyərli qonaqlarımızın vasitəsilə. İstəyirəm qonaqlarımızı sizə təqdim edim. Dəyərli ilahiyyatçı alim Hacı Mirkazım Əyyubov. Hacı, xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Mən də salamlayıram sizi və tamaşaçıları. Çox sağ olun. Biz klassik ədəbiyyatımıza nəzər salsaq görərik ki, burada böyük şairlərimiz, ədiblərimiz hər zaman Əhl-i Beyti öz əsərlərində tərənnüm ediblər. Və bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycan klassik ədəbiyyatı demək olar ki, elə Əhl-i Beyt məhəbbəti ilə də yoğrulubdur. Biz böyük şairlərimizin, yəni klassiklərimizin, ədiblərimizin əsərlərinə nəzər salsaq, orada Əhl-i Beytin necə tərənnüm olduğundan danışa bilərik, söhbət aça bilərik. Ümumiyyətlə, düzdür, klassiklərimiz hərəsi özünə məxsus bir yanaşma ilə yanaşıblar. Bəzən Əhl-i Beytin adın çəkiblər, bəzən onlara işarələr vurublar, nişanələrlə göstəriblər öz beytlərində, yazdıqları əsərlərdə. İstəyirəm bunlar haqqında danışaq. Bismillahirrahmanirrahim. Bilirsiniz, təkcə Azərbaycan yox, tamam o yerdə ki, müsəlman və Əhl-i Beyt tərəfdarları və yaxud ümumiyyətlə müsəlman harda varsa, hansı məmləkətdə varsa, 19-cu əsrin əvvəllərinə qədər öz qələmlərini, hətta alimlər, şairlər öz qələmlərini Əhl-i Beytə tərif yazmaqla yoxlayıblar. Özlərini cəmiyyətə Əhl-i Beytə təqdim etməklə təqdim ediblər. Məsələn, Yanabi-ül Məvəddə əsəri var. Əhl-i Beytin tam tərifinə aiddir. Və yaxud Nəsainin, Sihah-ı Sittənin birinin sahibi olan Nəsainin özünün Əhl-i Beyt barəsində tərif əsəri var. Yəni, ümumiyyətlə, alimlər öz qələmlərini yoxlayırdılar Əhl-i Beytə tərif yazmaqla və özlərini cəmiyyətə o cür təqdim edirdilər. O cümlədən şairlər də Allahı tərif edib, Peyğəmbəri tərif edib, sonra da Peyğəmbərin Əhl-i Beytinə tərif etməklə öz qələmlərini yoxlayırdılar. Qələmlərinin gücü nə boydadır, onu o cür yoxlayırdılar. İstər Nizami olsun, Əhl-i Beytə işarə var orada. Amma ümumiyyətlə başlayıbdır bu tendensiya Füzuli rəhmətlikdən, Məhəmməd Füzulidən. Məhəmməd Füzuli, sonra Seyyid Əzim Şirvani, Abbasqulu Ağa Bakıxanov, Qüdsi, Xurşid Banu Natəmi. Yəni bunlar hamısı öz qələmlərini bu Əhl-i Beytə tərənnüm eləməklə yoxlayıblar. Üstəgəl bu Əhl-i Beyt sevgisi, Əhl-i Beytə mərsiyələr, Əhl-i Beytə mədhlər ümumiyyətlə bizim ədəbiyyatımıza və mədəniyyətimizə hopub gəlib çatıb bizə. O dövrdə çox aktual olan din mövzusu, çox aktual olan Əhl-i Beyt mövzusu şairlərin qələminə sirayət eləməyə bilməzdi. Üstəgəl bu şair ki, məsələn, Məhəmməd Füzuli kimi adam İmam Hüseyin əleyhissalama bağlı, Peyğəmbər Əhl-i Beytinə bağlı bir dənə insan ola bilməzdi ki, Əhl-i Beytdən yazmasın. Və əgər, belə deyək, yazdığı başqa şeirlər hamısı, başqa qəzəllər hamısı dinə aid olduğu halda ayrıca bir dənə Həqiqətü Süəda İmam Hüseyin əleyhissalama birbaşa Kərbəla müsibətinə aid olan birbaşa bir dənə əsər yazıbdır. Bütün əsərləri ilahidir. Xəyal ilə təsəllidir, könül meyli visal etməz. Yəni, bütün qəzəllərinə baxırsan ki, ilahi bir dənə mövzuda yazıbdır. Amma ayrıca bir dənə Kərbəlaya aid olan əsər yazıbdır. Və yaxud Abbasqulu Ağa Bakıxanov Qüdsi olsun, Seyyid Əzim Şirvani olsun, Mirzə Ələkbər Sabir olsun, hətta Əli Ağa Vahid olsun. Bunlar hamısı öz qələmlərini Əhl-i Beytə tərif, Əhl-i Beytə mərsiyə yazmaqla yoxlayıblar və belə deyək, sınaqdan o cür çıxıblar. Cəmiyyətin məhəbbətini o cür qazanıblar. Füzuli rəhmətli həm ərəb dilində, həm fars dilində, həm kürd dilində, həm türk dilində qəzəllər, şeirlər yazıbdır. Hamısından
belə deyək, İslam iyi gəlir, hamısından ilahi iyi gəlir, hamısından irfan iyi gəlir, məxsusən hamısından İmam Hüseyin iyi gəlir, ətri gəlir. Bəli. Qədim alimlər kimi, qədim şair, klassik şairlərimiz də hamısı Əhl-i Beytə müraciət eləyiblər. Əhl-i Beytin həm tərif tərəfini, həm də mərsiyə tərəfini çox məharətlə işləyiblər, doğrudan çox məharətlə işləyiblər. Elə məharətlə işləyiblər ki, bizə təqdim olunanda biz onun, belə deyək, izahı üçün çətinliyə düşmürük. Çünki birbaşa olan hadisələri ilahi bir dənə rəngə boyayıb, ilahi bir dənə dillə insana çatdırır və belə deyək, insanın canına hopdurur onu. Bir adamın şeir, belə deyək, ədəbiyyat mövzusunda bir balaca, belə deyək, elmi olanda, bir balaca məhəbbəti olanda, bağlı olanda ədəbiyyata baxıb görürsən ki, doğrudan da Füzuli nələr yaradıb, Seyyid Əzim nələr yaradıb, Abbasqulu Ağa Bakıxanov Qüdsi nələr yaradıb bu mövzuda, məhz bu mövzuda. İmam Hüseyin əleyhissalamın mövzusunda. Özü də qalıbdı orada, Məhəmməd Füzuli dəfn olunubdu orada, özünün vəsiyyəti ilə elə yerdə deyir, dəfn edeyim məni ki, ağamın minarəsinin kölgəsi mənim üstümə, qəbrinin kölgəsi mənim üstümə düşsün. Biz Azərbaycanlılar, mən çox görmüşəm, çox getmişəm ziyarətlərə, Azərbaycanlılar həmişə gedəndə, belə deyək, İmam Hüseyin əleyhissalamı ziyarət eləməyə Məhəmməd Füzulinin sinəsi üstdən keçirik. Yəni, gəlib onu ziyarət eləyirik, onun sinəsi üstdən keçib, özünün vəsiyyətinə əsasın. Sinəsi üstdən keçib İmam Hüseyin əleyhissalamı ziyarət eləyirik, çünki özü istəyirdi ki, imamın ziyarətinə gələnlər məni tapdalayıb getsinlər, belə deyək. Görün, bu adamda nə qədər Əhl-i Beyt sevgisi vardı, o sevgini də doğrudan hopdurub bu həqiqəti suadaya. Orada bir dənə hədis gətiribdi, mən bunu başqa yerdə, başqa bir dənə yerdə görməmişəm doğrusu, həqiqəti suadada görmüşəm. Buyurur ki, mən bəka, av əbka, av təbaka, vəcəbə ləhul cənnə. Kim ki ağlasa İmam Hüseyin əleyhissalama, hər kəs ağlasa, hər kəs ağlatsa, qardaşımız indi məsələn məddahdır, ağlatsa, o şeirləri, o mərsiyələri gözəl şəkildə cəmaata təqdim edib, gözündən yaş çıxartsa və yaxud da ki, özünü ağlayanlara oxşatsa, bu çox dəhşətlidir. Peyğəmbərdən də hədis Məhəmməd Füzulinin rivayəti ilə. Özünü ağlayanlara oxşatsa, körpə uşaq məsələn anasından bir dəfə bir şey istəyir, anası vermir, iki dəfə istəyir, vermir, üçüncü dəfə eləyir, özünü belə ağlamsıdır, ağlayanlara oxşadır, o cür alır. Deyir, özünü ağlayanlara oxşatsa belə cənnət ona vacibdir. Bilirsiniz, cənnət mövzusu İslamda qəribə bir dənə mövzudur. Orada deyir ki, daxil olar cənnətə. Bəzi hədislər deyirlər ki, kim bu işi görsə cənnətə daxil olacaq. Kim bu işi görsə cənnət ona vacibdir. Kim bu işi görsə cənnət onundur. Və ləhul cənnət, cənnət onundur. Yəni cənnətin sahibi odur. Burada deyir vəcəbə ləhul, kim özünü ağlayanlara oxşatsa da cənnət ona vacibdir. İndi özü İmam Sadiq əleyhissalamın bir hədisi var, buyurur ki, insan sənin ən ucuz qiymətin cənnətdir, özü ondan aşağı satma. İndi Məhəmməd Füzuli rəhmətli də bu hədisi gətirməklə deyir ki, hətta özünü ağlayanlara oxşadanlar belə cənnət onlara vacibdir. İndi özü məcburi oradan çıxartmasa da, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında hansısa müharibələrin birində, zahirən Bəni Qeynuqa müharibəsi idi, birini tutub qollarını da zəncirlə bağlayıb, iki dənə pəhləvan çəkirdi bunu, Peyğəmbər də baxıb gülümsədi. Onun xətrinə dəydi, dedi ki, mənim qollarımı bağlatmışsan, dartdırırsan, özün də gülürsən. Qollarımı burax görüm, gülə bilirsən mənə, Peyğəmbərə belə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, yox, sənin bu halıma gülmürəm mən. Mən o halıma gülürəm ki, səni məcburən dartıram, cənnətə çəkirəm, sən qırılıb getmək istəyən cəhənnəmə. İndi burada da deyir ki, əgər özünü ağlayanlara oxşatsan belə cənnət sənə vacibdir, əgər başqa bir dənə özün məcburi özü oradan çıxartmasın. Gözəl şəkildə İmam Hüseyin əleyhissalamın Kərbəla müsibətini bizə təqdim eləməklə yanaşı, həm də təşviq də eləyib. Ki, insanlar özü İmam Hüseyin əleyhissalamın müsibəti ilə dəyərləndirin, qiymətləndirin.
Həqiqətü Süəda əsəri Füzulinin Həqiqətü Süəda əsəri Molla Hüseyn Kaşifinin, bilirsiniz İmam Hüseyn əleyhissalamın hadisəsi, Kərbəla hadisəsi hadisədən 100 il sonra yazılıb. 100 ilə qədər sinə-bəsinə keçibdi insanlara. Şifahi şəkildə. Bəli, şifahi şəkildə keçibdi. 100 ildən sonra, çünki qorxu var idi, təqiblər var idi, yaza bilmirdilər. 100 ildən sonra Molla Hüseyn Kaşifi yazıbdı. Məhəmməd Füzuli rəhmətliyin Həqiqətü Süəda əsəri, Abbasqulu Ağa Bakıxanovun Rozətü Şəhəda kitabından formasında yazılıb. Eyni formada yazılıb. O necədirsə, hansı formadadırsa, indi deyirlər ki, məsələn, roza denir. Roza nədir? Roza, cəmaat əvvəllər İmam Hüseyn əleyhissalamın müsibətində həmən Molla Hüseyn Kaşifinin Rozətü Şəhəda kitabını götürüb oxuyurdular. Ona görə bu işin adı qaldı roza. Roza oradan qalıbdır. Həqiqətü Süəda da o formada, o stildə yazılıbdır. Abbasqulu Ağa Bakıxanov da Quba möminlərinin xahişi ilə bir dənə kitab yazdı. O da həmən formada yazılıbdır. O da bir başqa səbkidir, amma həmən formada yazılıbdır. O formaya Şah İsmail Xətai də müraciət edibdir, o formaya Nəsimi rəhmətli də müraciət edibdir. Şairlərimizin əksəriyyəti İmam Hüseyn əleyhissalamın müsibəti barəsində, Kərbəla faciəsi barəsində yazanda həmən o kitaba müraciət ediblər, onun formasından çox istifadə ediblər. Hacı, bayaq da qeyd elədiyimiz kimi, İslam dini zuhur eləyəndən sonra və bu ərazilərdə, bu coğrafiyada yayılandan sonra ədiblər, şairlər, böyük alimlər bu mədəniyyətlə tanış olduqdan sonra artıq öz əsərlərində Əhl-i Beyt mövzularına yer verməyə, özdə geniş şəkildə yer verməyə başladılar və onlar bunu özlərinin ilahi bir vəzifəsi kimi yerinə yetirirdilər, edirdilər və çox maraqlıdır ki, elə həmin böyük alimləri, ədibləri, şairləri tarixdə yaşadan onların yazıb yaratdıqları bu böyük əsərlər olubdur. Hansı ki, həmin əsərlər də elə ilahi rənginə boyanmış əsərlərdir. Biz belə şairlərə nəzər salsaq, onların içində təbii ki, hərəsinin özünə məxsus ətri var, hərəsinin özünə məxsus bir dəsti xətti var. Amma Raci də həmin şairlərdəndir ki, o seçilən şairlərdəndir. Hətta mən bir yerdə Racinin haqqında oxuyurdum. Bir kitabda belə qeyd olunmuşdu ki, Seyid Əzim Şirvani onun haqqında deyirdi ki, demək, Raci elə Məhərrəm ayının 10-unda, yəni Aşura günündə dünyasını dəyişibdir. Hansı ki, onlar Məkkə ziyarətindən qayıdırdılar. Dəryada gəminin qərq olması nəticəsində orada faciəvi bir şəkildə dünyasını dəyişibdir. Çox maraqlıdır ki, o tarixə əsasən, yəni orada qeyd olunan tarixə əsasən Raci Məhərrəm ayının 10-da dünyasını dəyişib. O həm Əhl-i Beyt məhəbbəti ilə yaşayıb, yazıb, yaradıb, həm də elə Aşura günündə də dünyasını dəyişibdir. Biz Racinin yaradıcılığına nəzər salsaq, orada Əhl-i Beytin necə tərənnüm olundu, ondan danışa bilərik. Bəli, qeyd elədiyiniz kimi şairlərin əksəriyyəti nəinki müraciət ediblər, elə əsas xətt olaraq Əhl-i Beyti götürülür. Məsələn, Qumri Dərbəndi tamamilə öz əsərlərini elə Kənzül Məsaib, Kərbəla müsibətlərinə aid edib. Dəxil rəhmətli, sonra Firdun bəy Köçərlinin şairlər barəsində, yazıçılar barəsində yazdığı ədəbiyyat antologiyasına baxanda görürsən ki, elə bütün o dövrün şairləri, alimləri, yazarları hamısı özlərini, belə deyək, böyütmək üçün Əhl-i Beytə müraciət ediblər. Özlərini təqdim eləməkdə Əhl-i Beytə müraciət ediblər. Onlardan biri də Raci əleyhir rəhməti, Cənubi Azərbaycandandır. Çox da möhtərəm bir dənə şairdir, həm də alim olubdur. Əvvəldən arzusu olubdur ki, çünki hədislərdə var, suda boğulan şəhiddir. Özünü İmam Hüseyn əleyhissalama bənzətmək həmişə də deyirdi ki, kaş mən də olardım Kərbəlada. Belə bir dənə onun şifahi xalq ədəbiyyatında deyimi var, Raci rəhmətliyin. Kaş bu gün bu dəmdə olardım Kərbəlada.
Belə bir dənə sözü var. O həmişə Aşura günü İmam Hüseyn əleyhissalamın yolunda şəhid olanlardan olmaq istəyib və suda boğulub ölmək istəyib ki, şəhid qismində getsin. Allah Taala hər ikisini veribdi ona. Həm Aşura günü, həm də suda boğularaq şəhadəti ona nəsib eləyibdi. Allah qəni-qəni rəhmət eləsin. Əsərləri deməli məhəbbət haqqında qəzəlləri də var, irfani qəzəlləri çoxdur, şeirləri çoxdur. Amma onu məhz tanıtdıran bir dənə bu mərsiyələridir ki, cəmaata tanıtır. Üstəgəl mərsiyələrdə doğrudan da haqqın əda eləyibdi. Həm bir dənə hədisi götürüb parçalayıb izah eləyibdi. Həm də hansı mövzuda danışıb, məsələn, Həzrəti Abbas barəsində danışıbsa və yaxud Cənab-ı Qasım barəsində danışıbsa və yaxud Həzrəti Əliəsqər barəsində danışıbsa, onun haqqını doğrudan da əda eləyibdir. Məsələn, Əliəsqər barəsində yazanda, Allah rəhmət eləsin, Fəlsəfi adında bir dənə xətib var idi, o deyirdi bunu. Həzrəti Əliəsqər barəsində yazanda, bu alimlərin, şairlərin bəzən zövqi məsələləri var ki, onlar heç bir kriteriyə girmir. Deyəsən ki, hədisdən götürüb bunu, ya Qurandan götürüb. Yox, bu onun təcrübəsindən doğan bir şeydir. Məsələn, Əllamə Təbatabağa deyir ki, bəlkə də Yasin kəlməsi, ya Hüseyndir, başı kəsilib. Xı yoxdur da. Çox dəyərli sözdür da. Bəlkə də deyir, amma adamın için yandırır. Razi rəhmətlikdə deyir ki, Həzrəti Əliəsqər Rəcəb ayının 9-unda doğulmuşdu. Rəcəb ayının 9-unda. Yəni, Məhərrəm ayının 9-u onun 6 ay tamam olurdu. Bəlkə də İmam Hüseyn əleyhissalam düşməndən ki, bir gün vaxt istədi, dedi, mən Quran oxumaq istəyirəm, nə bilim, dua eləmək istəyirəm. İmam Hüseyn əleyhissalam nizədə də Quran oxuyurdu. Bəlkə də onun mənası bu idi ki, bilirsiniz də, qurban kəsiləndə 6 ay tamam olub 7 aya keçsə yaxşıdır qurban. Bəlkə də deyir, İmam Hüseyn əleyhissalam düşmənə yalvaran deyildi. O bir günü ona görə möhlət götürdü ki, Həzrəti Əliəsqərin 6 ay tamam olsun, 7 aya keçsin, o cür qurban versin. O cür şəhid versin. Belə zövqlü məsələləri çoxdur. Üstəgəl, hansı bir dənə şəhid barəsində danışıbsa, doğrudan da haqqını əda eləyib. Xanım Zeynəb salamullah aleyhə barəsində danışanda doğrudan da haqqını əda eləyib. Bilirsiniz, şəhadət bir dənə mövzu barəsində olan şəhadət həmən mövzunu diri saxlayır. Məsələn, bizim yadımızda Spartak qalıb. Spartak heç bir dini iş üçün deyil, bir də azadlıq üçün mübarizə aparmışdı, düzdür? Amma yadımızda qalıb. Hər hansı mövzu barəsində olan bir dənə qəhrəmanlıq, şəhadət həmin mövzunu diri saxlayır. Amma indiki kimi deyildi ki, məsələn, deyək, internet var idi, İmam Hüseyn əleyhissalamın şəhadətini dərhal bütün dünya, xeyr, elə şey yox idi. Şəhadəti diri saxlayan əsarətdir. Razi rəhmətli məntiqi ilə deyirəm, şəhadəti diri saxlayan əsarət. Xanım Zeynəb salamullah aleyhə əsrlikdə, bax, görürsünüz, İbn Ziyad məclisində, Kufədə, Yezid məclisində və yaxud Yezidin əhli əyalının yanında elə təbliğatla, Şamın özündə elə təbliğatla məşğul oldu. İmam Hüseyn əleyhissalamın Kərbəlada göstərdiyi qəhrəmanlıqları, o faciəni cəmaata çatdıra bildi. Şəhadəti əsarət yaşatdı. Bəs əsarəti nə yaşatdı? Əsarəti də bu əzadarlıqlar, bu şairlərin yazdıqları mərsiyələr yaşatdı. Şəhadət əsarətə borcludur. Əsarət əzadarlığa borcludur. Biz əzadarlıqları diri saxlamalıyıq ona görə ki, o şəhadət ki, həm dini, həm cismani azadlıqların tərənnümçüsü olan İmam Hüseyn əleyhissalamın qayəsi, məqsədi həmişə diri qalsın. Bizim əzadarlıqlarımızın, elədiyimiz əzadarlığın məqsədi budur. Ki, o diri qalsın. Hüseyn və Hüseyncilik məktəbi diri qalsın. İmam Hüseyn əleyhissalam bilirsiniz də, yəni bir dənə məktəb yaratdı İmam Hüseyn əleyhissalamın Kərbəla müsibətinin bir tərəfi müsibətdir, qəmdir, qüssədir, ölümdür, şəhadətdir. Xanım Zeynəb salamullah aleyhə dedi ki, ma rəytu illə cəmil. Amma mən orada gözəllikdən başqa bir şey görmədim. Niyə? Ona görə ki, ikinci tərəfi var. Bir dənə məktəbdir o. Bir dənə məktəbdir. Baxın,
Bu üzüyü görürsünüz. Bu üzük nəyin əlamətidir? Elə ki, İmam Hüseyn əleyhissalamın deməli, şəhadəti baş verdi. Camaat Mədinədən gəldilər, Yezid məclisində oturdular, baxdılar, gördülər ki, bu Yezid insan olaraq insan deyil, müsəlman olaraq müsəlman deyil. Getdilər, cavanlarına danışdılar ki, bəs biz elə bir adamın boyunduruğu altındayıq ki, bu adamın Allahdan xəbəri yoxdur. Cavanlar İmam Hüseyn əleyhissalam, Həzrəti Əli Əkbərin şəhadətini eşidərək qanları coşdu və söz verdilər ki, 40-ə qədər, İmam Hüseyn əleyhissalam 40-ına qədər gedib İmam Hüseyn əleyhissalamı ziyarət edib, orada əhd bağlasınlar ki, Hüseynin qanını alacaq. Əlaməti nə olacaq? Ola bilər, ora bilər, turist də gəlsin, ola bilər, ora hər məsələn, qoyun otaran da gəlsin. Bəs əlamətimiz nə olacaq? Sağ əlimizin 4-cü barmağına üzük taxacaq. Bu bir dənə əlamət oldu ki, biz azadlıq tərənnümçüsü İmam Hüseyn əleyhissalamın tərəfdarıyıq. İndiyə qədər də təsəvvür edin, onun mənasını bilən-bilməyən hamısı onu daşıyır. Ərbəyinə gedənləri görürsünüz. Biz aşiqik deyir. Doğrudur. Aşiqlik nədir? Mənasını bilmədən də elə bu aşiqlik deyir. Bir vaxtlar deməli, ikinci Siffin davasından Həzrət Əli əleyhissalam qaydanda, Kərbəlaya çatanda düşdü yerə. O Siffin indiki Suriya ərazisində də bilirsiniz. Riqqə deyilən yerdir. Hal-hazırda Riqqə deyilir ora. Onun yaxınlığındadır yəni. Əli əleyhissalam oradan gələndə gəldi Kərbəlaya çatanda düşdü yerə. Dizlərini qoydu yerə. Bir torpağı götürdü, iylədi. Hətta rivayətdə var ki, iyiləyəndə torpaq islandı. Deməli, həm də ağladı. Ağlamağı barəsində məlumat yox. Torpaq islandıdan bəlli olur ki, ağladı. Və buyurdu ki, hahuna müsari uşaq. Aşıqlərin dizinin yerə dəydiyi yer buradır. Aşıqlər yəni nə? O vaxtı camaat, indi biz necə bilmirik, o vaxtda camaat bilmədi ki, aşıqlar kimdir yəni? Kimin dizi burada yerə dəyəcək? 20 ildən, 20 neçə ildən sonra buradakı aşıqların, bu adamların dizi yerə dəydi. Kimlər idi onlar? Onlar o adamlar idi ki, İmam Hüseyn əleyhissalamın yanından dedilər ki, hətta bizi diri-diri soysalar, nə bilim, bədənimizi iynələsələr, yandırsalar, külümüzü havaya səpsələr, dirilsələr, yenə də biz səndən olarıq. Ondan ayrılmadılar. Hətta 13 yaşında Cənab-ı Qasım dedi ki, ölüm səmsinizə dedi ki, əhla-minəl əsəl, baldan da şirindir. Bütün bu deməli, sözləri alandan sonra İmam Hüseyn əleyhissalam bu öz səhabələrindən, özü də buyurur ki, mənim öz səhabələrimdən etibarlı sahabə tanımıram. Sonra İmam Hüseyn əleyhissalam onların gözlərindən pərdəni götürdü. Əl işarəsi ilə onun pərdəni götürdü. Deyirlər, barmağını araladı, iki barmağının arasından cənnətdə onların yerini göstərdi. Cənnətdə onların yerini göstərdi və onlar səhər şövqlə gəldilər, döyüşdülər, çünki yerlərini bilirlər də. Qəribəsi budur ki, heç vaxt zarafat eləməyən, çox ciddi adamlar olan Müslüm ibn Ovsəcə kimi, Həbib ibn Məzahir kimi adamlar, ikidən Peyğəmbər sahabələrdir bunlar. Bunlar təsəvvür edin, həmin axşam zarafatlaşırdılar bir-birləri ilə. Heç vaxt zarafat eləməyən ciddi adamlar. Aşura gecəsi bir dəstə münacat edirdi, namaz qılırdı, bir dəstə qılıncını itiliyirdi, bir dəstə balalarına göstəriş verdi, bir dəstə də yığışmışdı, zarafatlaşırdılar. Deməli, bunun bizə mesajı budur ki, əgər rəhbəri düzgün seçsin, münacat eləməyinlə zarafatlaşmağın eyni mənanı daşıyır. Hazır rəhbəri düzgün seçməlisən. Ondan sonra bəlli oldu ki, Əli əleyhissalam ki, bundan, Siffeynən qaydanda demişdi, aşiqlərin dizinin dəydiyi yerdir bura. Onda məlum oldu ki, aşiqlər kimdir? Aşiqlər kimdir? Cənnətdə öz yerini görən adamlar. İndi ki, biz gedən deyirik, İmam Hüseyn aşiqiyəm, biz iddia eləyirik. Bu əslində düzgün iddia deyil. Biz aşiqlərin aşiqi ola bilərik. Aşiqlər kimidir? Aşiqlər Həbib ibn Məzahir idi. Aşiqlər Müslüm ibn Ovsəcə idi. Aşiqlər Con idi. Aşiqlər Vəhəb idi. Yəni, o adamlar idi ki, onlar doğrudan özlərini İmam Hüseyn əleyhissalamın yolunda, dinin yolunda qurban verdilər və sevə-sevə qurban verdilər. Bilirsiniz, adam öz övladını saxlayanda sevə-sevə saxlayır.
Övladı sevə-sevə saxlayırsan. Hətta bir dənə, məsələn, stəkanı vurur, yerə sındırır, sevinə-sevinə dostluğa danışsan ki, bilirsən, dünənlər stəkanı vurdu, sındırdı. Anasını əsəbləşdirdi. Sevə-sevə danışırsan. Amma böyüyürsən, qocalırsan, o uşaq da böyüyür, o səni sevə-sevə saxlamır. O səni boynunda vəzifə kimi, məsuliyyət kimi saxlayır. O adamlar ki, İmam Hüseyin əleyhissalamın yanında şəhadətə getdilər, o insanlar sevə-sevə getdilər. Məsuliyyət olaraq yox. Sevə-sevə, eşqlə getdilər. Ona görə onlara aşiq deyilir. İndi bu şairlər o şeyləri tutaraq, xüsusən də Allah rəhmət eləsin Raci, Əbülhəsən Raci, o xırdalıqları, o zövqi şeyləri tutaraq elə məharətlə mərsiyələrində çatdırıb ki, insana da ehtiyac yoxdur, gedib onun şərhini oxusun ki, məsələn, nə deməkdir bu? Məsələn, deyir ki, çox gözəl bir dənəsə deyir, Qur'an oxuyanlar yığışıb kərb-i bəlaya, Qur'anı şəhid eylədilər ayə bə ayə. Görün, nə boyda kəlamdır. Və yaxud deyir ki, düşmənin dilindən deyir, heyf ola, səd heyf ola, biz əhli Qur'an olmuşuq, bir quru addır, yalandan biz müsəlman olmuşuq. Görün, necə səlis öz dilimizdə, Azərbaycan dilində, türk dilində, amma dərya mənası olan şəkildə. Və yaxud Həzrəti Əbülfəzl ağanın barəsində onun nəyə görə qəzəblənməsi barəsində elə gözəl açıqlama ilə mərsiyə yazıbdır ki, ləb teşinə görüb Əsqər üçün Həzrəti Əli Əsqərin susduğunu görən Abbas getdi İmam Hüseyin əleyhissalamla meydana getməyə icazə almağa. Onu elə gözəl şəkildə çatdırıb, elə gözəl şəkildə vəsf edib, içində həm rəcəz var, həm rəcəz var, həm belə deyək, özünü tanıtmaq var, həm vəziyyəti tanıtmaq var, həm də ümid var. Bayaq qeyd elədiniz ki, Racinin şeirində həm də bir ümid var idi. Elə istəyirəm ki, o ümid haqqında danışaq. Deməli, İmam Hüseyin əleyhissalam İslamın Peyğəmbər sallallahu aleyhi və səlləmin öz babasının gətirdiyi İslamın cəmaata çatdırmaq və cəmaatı götürüb həmən İslama tərəf aparmaq missiyasını daşıyırdı. Yəni, yolu yaxşı bilirdi, bələdçi idi, yolu yaxşı bilirdi, yolu yaxşı tanıyırdı. Həzrəti Əbülfəzl ağa imam deyildi. Yəni, o 12 imamdan deyildi. Amma İmam Hüseyin əleyhissalamın imam olduğunu və onun Allah dinini yaymaq missiyası olduğuna o qədər inanırdı ki, deyirdi ki, Allah in qəta'tumu yemini inni uhami əbədən ən din. Məni tikə-tikə doğrasız da, sağ qolumu da kəsiz, mən əbədi olaraq dinimin müdafiəçisiyəm, dinimi himayə eləyəcəyəm. Bu, Raci əsərlərində ümid xüsusi rol oynayır. Baxıb görürsən, mərsiyə deyir, amma o mərsiyənin yanında axirət ümidi, haqq ümidi, ilahi ümid həmişə özünü göstərir Raci əsərlərində. Bəlkə də digərləri buna, belə deyim, müraciət eləməyiblər. Mən bunu həmişə hiss eləmişəm, görmüşəm. Mən uşaq vaxtından mərsiyə ilə böyümüşəm. Bunu həmişə hiss eləmişəm, görmüşəm. İnsanı ümidvar eləyən 4 dənə amil var. Bunu mən deyirəm, bəlkə də kitablarda çox yazılır. Mən özüm belə deyim də, kəşf eləmişəm. İnsanı ümidvar eləyən 4 dənə mühüm amil var. Bunlardan birincisi budur, insan Allahı tanısın. Allahı tanımaq insanı çox ümidvar eləyər. Allahı necə tanısın? Tarixə baxanda, Qurana baxanda baxıb görürük ki, Allah bir dəfə odu soyudub Həzrəti İbrahimdir. Bir dəfə hörümçək toru ilə öz Həbibini qoruyubdur. Yəni, bir dəfə Nəmrudu milçəklə öldürübdür. Baxıb görürük ki, Allah Taala dostları üçün elə iş görübdür ki, ona görə ümidvar olmağa dəyər. Yəni, doğrudan Allah dostusansa bilirsən, mütləq də Allah sənə kömək eləyəcək. Mütləq.
Həzrəti Yusifi quyudan çıxartdı, Həzrəti Yusifi o nökərçilikdən gətirdi, hakim elədi. Yəni, elə bir yer yoxdur ki, Allah Taalanın, baxasan Allah Taalanın orada dostlarına məhəbbətini görməyəsən. Elə bir yer yoxdur. Birinci insanın ümidvar eləyən şey Allahı tanımaqdır. İnsan gərək Allahını tanısın, ümidvar olmalıdır. Bilsin ki, bəli, bu Allaha söykənmək olar. Bu cür tanısın. İkincisi, insan öz istedadlarını tanısın. İnsanda nə istedadlar var? Baxın, burada Həzrəti Əbəlfəzl ağa meydana girir. Çünki o ki girir, buna irad deyirlər, o ki girir Fərata, Nəhr Əlqəmə, əlini doldurur içməyə, baxır İmam Hüseyin əleyhissalam susuzdur, boşaldır, deyir, ey su, mən səndən içmərəm, ta ağam nə qədər ki susuzdur. Deyirlər ki, niyə içəydi, daha da yaxşı döyüşüydü filan. Mən bəzi belə halları müşahidə eləmişəm. Bəzi adamlar var, xüsusən qadınlar. Kişilərdə bu belə də görsənmir, qadınlar daha çox müşahidə olunur bu qadınlarda. Atası rəhmətə gedib, ağlayır, özünü öldürür. Onu gəlirlər götürməyə, daha da bəkdən ağlayır. Bayaqdan da bu ölmüşdü də, bilirdi ki, gedəcək bu. Daha da bəkdən ağlayır. Amma buna yemək vermək istəyirsən, ki, ürəyi zadı gedir də, yemək, o deyir, qara torpaqlarda yatıb mən yeməyəcəm. Bir də görsən 2 gün, 3 gün yemir. Niyə yemir görəsən? Bu yemək haram deyil. Bilirsən ki, o dünyasını dəyişib, insan dünyasını dəyişib. Niyə yemirsən? Çünki istəyirsən ki, özünü ona bənzədəsən. İstəyirsən o olasan. İstəyirsən onun yanında olasan. Onunla bir olasan. İmam Hüseyin əleyhissalam da su içməyib, Həzrəti Əbəlfəzl ağa burada fədakarlıq edir, deyir ki, ağam içməyib, mən də içmirəm. Bu bir dənə İsa'nın, fədakarlığın ən ali həddidir. Əgər irad eləmək istəyirsə, deməli biz kiçik başa düşmürük, ona irad eləyirik. İnsanın istedadlarından biri budur ki, insan özü üçün vəzifə çıxardır hər yerdə. Orada Həzrəti Əbəlfəzl ağa özü üçün bir dənə vəzifə çıxartdı ki, necə Həzrəti Müslim ibn Əqil su istədi, dodaqları kəsilmişdi. Dişləri də tökülmüşdü, su istədi, gətirdilər, içmək istəyəndə qan töküldü, içə bilmədi. İkinci dəfə yenə gətirdilər, yenə də içə bilmədi. Üçüncü dəfə dedi ki, yox, dayı gətirməyin. Deməli, mənim ağam Hüseyin susuz şəhid olacaq, ona görə Allah qoymur mən suyu için. Yəni, hadisədən özü üçün vəzifə çıxartmaq. İnsan öz istedadlarını tanımalıdır. Mən kim ola bilərəm? Hara qədər gedə bilərəm? Hürr ibn Yezid Riyahiyə baxın. Zöhr azanından 1 saat qabağa qədər cəhənnəmin içindəydi. Amma gəldi, hara çatdı? Allah rəhmət eləsin. Ayətullah Xoyağı, Əbülqasım Xoyağı gəlib dayanırdı Hürr əleyhirrəhmənin qəbrinin üstündə. Deyirdi ki, ya Hürr, hər cəhətdən mən səndən üstünəm. Sən 1000 nəfərin, 1000 başı idin, 1000 nəfərin başçısıydın. Mən bütün şiə aləminin alimiyəm, rəhbərliyəm, sərkərdəsiyəm. Sən Riyah qəbiləsinin bir dənə üzvüsən, mən isə Bəni Haşimdən gəldim, mən Seyid Peyğəmbər övladıyam. Hər cəhətdən, sən adi, avam adam idin, mən aliməm. Hər cəhətdən baxanda mən səndən üstünəm. Bir dənə fərqimiz var, o da budur ki, sənin yerin bəllidir, mənim kələ bəlli deyil. Yəni, bir anda insanı cəhənnəmdən çıxarıb cənnətə gətirir İmam Hüseyin əleyhissalam. Bir anda. Züheyr ibn Qeyn, elə dedi Züheyr ibn Qeyn. Züheyr ibn Qeyn də varlı dövlətli bir dənə kişi idi. Hətta Əli və övladı Əli ilə bir növ düşmən idi. Osmanın qanını bunlarda bilirdi. Amma İmam Hüseyin əleyhissalamla görüşəndən sonra hardan hara gəldi? Oldu Züheyr şəhid, Seyyid-i Şühədanın sağ cinah sərkərdəsi. Baxın, insan öz istedadlarını tanıyanda ümid var. Birinci Allah'ı tanısın, ikinci öz istedadlarını tanısın. Üçüncü dünyanı tanısın. Dünya dəyəri nə boydadır? Və dördüncü də ahirəti tanısın, ahirət nə boydadır? Əbülhəsən Raci rəhmətli yazanda əvvəlcə Allahı, sonra insanı,
sonra dünyanı, sonra ahirəti tanıtdırır adam. Bu ümid verən 4 dənə şeyin 4-ünü də tanıtdırır. Və bildirir ki, Həzrəti Əbəlfəzl ağa ki, belə can atırdı şəhadətə, elə bilməyin ki, ölmək istəyirdi. Ümid var idi, çünki bu 4 dənə şeydən məlumatı var idi bunun. Bu 4 dənə öz istedadını da bilirdi, Allahı da tanıyırdı, dünyanı da tanıyırdı, ahirəti də tanıyırdı. Burada yazıb ki, ləb teşnə görüb əsğəri, çün Həzrəti Əbbas, dərya tək o dəm cuşə gəlib qeyrəti Əbbas. Gördü şühəda qızları əllərdə tutub can. Gördü ki, şəhidlərin hamısının balaları əllərində stəkan, nə bilim, cam tutublar, su içən nə varsa indi, kasa tutublar, su istəyirlər, su axtarırlar. Bilirsiniz, Həzrəti Əbəlfəzl ağa 2 dəfə ondan qabaq gedib su gətirmişdi. 2 dəfə su gətirmişdi. Əbbas Əli xeyməsinə eyləyib iqdam. İmam Hüseyin əleyhissalamın xeyməsini Əli xeyməsi adlandırıb. Yəni kökdür bura. Bura yurtdur, ata ocağıdır, baba ocağıdır. Abbas gəldi İmam Hüseyin əleyhissalamın yanına. Hər giz o dilavərdə dəxi qalmayıb aram. Yəni belə deyildi ki, istədiyi vaxt gələydi Əli otağına. Aramlığı getmişdi, əsla qalmamışdı deyə o bu işi gördü. Gəldi Əli əleyhissalamın məclisinə, yəni İmam Hüseyin əleyhissalamın otağına gəldi ki, duzdular balalar, mən gedib su gətirmək istəyirəm. Mənim qeyrətim tab gətirmir, dözmürəm mən. Burada Həzrəti Əbəlfəzl ağanın bu sözü, yəni belə deyək, gəldi ki, mən tab gətirmirəm, mən istəyirəm ki, sənin balaların üçün, şəhid balaların üçün gedib su gətirəm. Bu sözü Əbəlfəzl ağanın, belə deyim, dünyaya bağlı olmaması, gələcəyindən nigaran olmamasından xəbər verir. Məsələn, biz adətən ölümdən qorxuruq nəyə görə? Nigaranıq gələcəyimizdən, bilmir, keçmişimizdən nigaranıq. Çünki, nə bilim, kimisə haqqına girmişik, günahlarımızı bilirik ki, hansı günahlarımız var, narahatıq. Amma Həzrət Əbəlfəzl ağa nigaran deyil. Özünü tanıyır, istedadlarını tanıyır, Allahı tanıyır, dünyanı tanıyır və ahirəti tanıyır. ki, artdı o zaman, dərdi, qəmi gördü uşaqların əlində su qabı, hamısı su istəyir, dərdi, qəmi artdı. Özü yada düşmədi, övladı yada düşmədi, heç nə yada düşmədi. Ancaq dərdi, qəmi artdı ki, mən niyə ola bu uşaqlar su istəməlidirlər və su olmamalıdır. Çox təşəkkür edirəm Hacı, həqiqətən çox dəyərli, gözəl məlumatlar idi, fərqli bir baxış idi Raci yaradıcılığına və ümid edirəm ki, izləyicilərimiz üçün də çox dəyərli, nurani bir veriliş oldu. İnşallah gələn verilişlərimizdə də qismət olsan sizin xidmətinizdən istifadə edərik. İnşallah xidmətinizdən, çox sağ olun. Təşəkkür edirəm.